O həm lal idi, həm nəinki Göyçayda, ətraf rayonlarda da sənətkar kimi, dülgər kimi ad qazanmağı bacarmışdı. Eyni zamanda təəssüf ki, onun qazandığı adlardan biri də heç də xoşa gələn ad deyildi. İnsanlar, ətrafındakılar onu həm də qadınbaz insan kimi tanıyırdılar. Bir gün evində qəddarcasına öldürülmüş şəkildə tapıldı. Üstəlik, evini də yandırmışlar ki, iz içsin. Bəs onu hansı səbəbdən öldürmüşdülər? Borclu olan kimsə borcunu qaytara bilmədiyi üçün öldürmüşdü, yoxsa tamah məqsədi ilə öldürmüşdülər, yoxsa bəlkə sataşdığı qadınlardan biri onu qısqanclıq zəminində öldürmüşdü. Başlayaq. Sakit bir yaz səhəri idi. Yaz yenicə başlayırdı. Martın 2-sində Göyçayın Şah Sultanlı kənd sakini Ərəstun Nuriyevin evində yanğın baş verir. Ev qısa müddətdə yanaraq külə dönür. Alov o qədər güclü olur ki, heç kəs yaxınlaşıb yanan evə heç bir vedrə su da tökməyə imkan tapa bilmir. Bu vaxt kənd sakinlərindən biri deyir, görəsən Ərəstun hardadır? Ərəstun görünmürdü. Nəhayət yanğını söndürmək üçün gələnlər hadisə yerinə çatdılar və alovu söndürməyə başladılar. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəlmişdi. Alov səngidikdən sonra cəmaatın köməyi ilə yanğın yeri daş, torpaq və dəmir qırıntılarından təmizləndi. Ərəstun meyidi yanmış evin qalıqları altından tapıldı. O yataq paltarında idi. Lal və kar olduğundan güman etdilər ki, yuxulu olub, eşitməyib, yatağında odun sobasında söndürmədən yatıb və gecə yarısı döşək yorğan alışıb və Ərəstun da evdən çıxmağa imkan tapmayıb. Ekspertiza nəticəsində isə məlum olur ki, güclü yanğına məruz qalsa da meyidin baş və çənə nahiyəsində dərin yaralar var. Üstəlik bu yaralar yanğından əvvəl yaranıb. Bu da onu göstərirdi ki, kimsə və ya kimlərsə yanğından əvvəl Ərəstunun evində olub, onu küt alətlə öldürüb və sonradan izləri ört-basdır eləmək üçün evi yandırıblar. Deməli, burada adi yanğından söhbət gedə bilməzdi. Əvvəlcədən düşünülmüş, ölçülü, biçilmiş şəkildə qətl törədilmişdi. Beləliklə, prokurorluq fakt üzrə cinayət işi açır. Xüsusi əməliyyat qrupu yaradılır. Martın 2-sində ilkin istintaq başlayır. İstintaq edilən cinayət çərçivəsində ilk növbədə cinayətin açılması üçün hadisə yerinə baxıldıqdan sonra zərərçəkənin, yəni Ərəstunun şəxsiyyəti müəyyən olunmalıydı. Belə ki, bu cür qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərində bu cinayətlərin üstünün açılması üçün zərərçəkmişin həyat tərzi, portreti dəqiq müəyyənləşdirilməlidir ki, cinayətin baş verməsi səbəbləri də aşkarlana bilsin. İlk 3-4 gün ərzində məlum olur ki, Ərəstunun 60 yaşı olub, anadan gəlmə lal olub, ailəli olmayıb və evində tək yaşayıb. Kənddə eləcə də qonşu kəndlərdə, qonşu rayonlarda belə onu yaxşı dülgər kimi tanıyırlar. Şah Sultanlı kəndində və qonşu kəndlərdə təmir işləri görülmüş. İstintaq zamanı məlum olur ki, bir çoxları ona əməyinin haqqını dərhal verə bilmədiyinə görə borclu qalıblar. Ərəstun isə bununla razılaşıb, amma bir şərtlə, pulun faizlə qaytarılması şərti ilə. Məlum olur ki, Ərəstun qazandığı puldan ehtiyacı olanlara da verib, amma yenə də faizlə borc veribmiş. Ona görə də onu cəmaat arasında həm dülgər, həm də sələmçi Ərəstun kimi tanıyırlarmış. Əməliyyat məlumatına görə onun daha bir zəif cəhəti olduğu müəyyənləşdirilir. Ərəstun qadınlara düşkün imiş. Hətta bu səbəbdən bir neçə dəfə döyülsə də bu barədə hüquq mühafizə orqanlarına şikayət eləməyib. Bunların hamısı istintaq planında nəzərə alınır. Bundan sonra müxtəlif və real ehtimallar irəli sürülür. 1. Evində tikinti və ya təmir işi aparılanlardan biri ustaya çoxlu borcu olub və borcunu qaytarmaq istəmədiyinə görə onu öldürüb. 2. Ərəstundan faizlə pul alanlardan biri borclu qalıb, yenə də borcu qaytara bilmədiyindən yayınıb və fürsət düşmüşkən onu öldürüb izi itirmək istəyib. 3. Qadınlara düşkünlüyü heç kimdən gizlətməyən lal Ərəstun kiminsə yaxın qohum qadınına sataşdığına görə kimsə özünü saxlaya bilməyib onu öldürüb. Məsələ burasındadır ki, Ərəstun kənddə yaşayanların demək olar ki, yarısının evində işləmişdi.
Kimin ona pul verdiyini, kimin ona borclu qaldığını dəqiq müəyyənləşdirmək müşkül məsələ idi. Üstəlik, başqa rayonlarda da, kəndlərdə də işləmişdim. Çətin olsa da 2 həftə ərzində uzun bir siyahı tərtib olunur. Bu siyahı həm kəndlərdə, həm də rayon mərkəzinə dönə-dönə nəzərdən keçirilir, təhlil olunur. Tam etibarlı, heç bir şübhə doğurmayan şəxslərin adı təbii ki, siyahıdan silinir. Beləliklə, Ərəstunun bir çoxlarına borc verdiyi və onların əllərindən qəbz aldığı hamıya məlum idi. Yanğın zamanı bu qəbzlərin əksəriyyəti yanmışdı. Lakin hadisə yerində aparılan təhlil zamanı həmin qəbzlərdən biri tapılır. Sultan adlı şəxs yazırdı: Ərəstundan 500 manat almışam, bir aydan sonra 550 manat qaytaracam. Necə olmuşdu ki, bütün qəbzlər arasında yalnız Sultanın öz əli ilə yazdığı kağız salamat qalmışdı. Araşdırmaq lazım idi. Araşdırıldı da və məlum oldu ki, Sultan həmin dövrdə Qrozunda yaşayırmış. Bu barədə Çeçenistandan, hüquq mühafizə orqanlarından xüsusi məlumat alınır. Beləliklə, siyahıdan daha bir nəfərin adı üzərindən xətt çəkilir. Digər ehtimal qadın məsələsi. Son dərəcə ehtiyatlı yanaşma tələb edirdi. Heç kim gedib hansısa qadından soruşa bilməzdi ki, sənin Lal Ərəstunla yaxınlığın olub və ya olmayıb. Çünki bu çox ağır sualdır. Yaxud, əgər olubsa, bundan sənin yaxınlarının xəbəri olubmu? Çox çətin suallar idi, lakin buradan da çıxış yolu tapılır. Belə ki, birbaşa qadınlardan soruşulmur, amma proqramımıza xüsusi aidiyyatı olmadığından həmin üsulu açıqlamadan biz də keçirik. Beləliklə, əməliyyat tədbiri ilə qısa müddətdə bəlli olur ki, Ərəstunun yaxınlıq elədiyi qadınlar kimlərdirsə, onlar tərəfindən Ərəstuna ölüm təhdidi olmayıb. Yəni, Ərəstun qadın məsələsinə görə də öldürülməyib. Yerdə qalırdı soyğunçuluq. Amma soyğunçuluq məqsədi də analiz ediləndə görünür ki, evdən demək olar ki, heç nə aparılmayıb. Bütün bu nəticələr istintaqın işini cəncələ salırdı. Qatilin tamah məqsədi ilə cinayət törətməsi ehtimalı daha güclü idi və bu daha çox vaxt tələb edirdi. İstintaq genişləndikcə digər ehtimallar da ortaya çıxırdı. Bunların hamısı araşdırılmalı, süzgəcdən keçirilməli və qiymətləndirilməli idi. Bu cinayət işi ilə bağlı sənədlər çoxalır, müxtəlif xarakterli şəxslər, araşdırmalar başlayır və nəticələr çox uzanır. Həmçinin məlum olur ki, həmin gecə bir qrup gənc bir evdə olub və yeyib içibmiş. Bəlkə də qatil onlardan biri idi. Yaxud deyilirdi ki, köhnə kriminal keçmişi olan Pərviz adlı bir gənc də tez-tez son zamanlar kəndə gəlib gedirmiş. Özü də tək yox, üstəlik erməni dostu ilə. Bəlkə də qatil elə odur. Yaxud başqa bir əməliyyat yolu ilə müəyyən olunur ki, kənddə bir qumarbaz var, bütün var-yoxunu uduzub. Bilirsiniz ki, qumarbazlar da pul üçün hər şeyə gedə bilirlər. Bəlkə də qatil elə həmin qumarbazdır. Gümanlar, şübhələr, axtarışlar davam edirdi. Hər addımda bu cür suallar ortaya çıxırdı. Versiyalar artdıqca da axtarış istiqamətləri genişlənir, istintaqın imkanlarını aşan bir hal yaranırdı. Göyçay, Ucar, Şamaxı, İsmayıllı, Bakı, Ağsu, Zəngilan, Leningrad, hətta Qrozno. İstintaqın coğrafiyası hətta bu yerlərlə də məhdudlaşmırdı. Lakin bütün səylərə, əziyyətlərə baxmayaraq cinayətin üstü açılmırdı ki, açılmırdı. Nəhayət, 1987-ci ilin aprelində rayon prokurorluğunun təşəbbüsü ilə ibtidai istintaq dayandırılır. Lal Ərəstunun cinayət işi illərlə bağlı qalır. İllər dediyimizdə 2-3 il deyil, düz 11 il. Həmin cinayətdən 11 il sonra 1997-ci ilin fevralında digər işlərlə birlikdə 61-67 nömrəli cinayət işinin nəzarət icraatı da arxivdən çıxarılır və yeni istintaq başlanılır. Göyçay rayon prokuroru Aydın Mahmudovun rəhbərliyi, polis şöbəsinin rəisi Mehdiyev və prokurorluğun baş müstəntiqi Allahverdiyevin fəal iştirakı ilə 11 illik gizli qalmış cinayətin izlərinin axtarışına yenidən başlanılır. Bütün materiallar, ifadələr bir daha səhifə-səhifə, cümlə-cümlə araşdırılır. Hətta
nöqtə-bə-nöqtə yenidən diqqətlə yoxlanılır. Nəhayət, Ərəstunun həyətyanı sahəsindəki qapı qonşusu Qalib Cəfərovun illər əvvəlki ifadəsi müstəntiqin diqqətini çəkir. O demişdi ki, yanğın baş verən gün qohumlarının toyunda olub. Gecə saat 12-də evə qayıtmışdı. Ən yaxın qonşusu olsa da hadisə yerinə səs-küydən sonra gəlmişdi. Bu ifadədə bəzi boşluqlar və şübhələr var idi. Çünki kənddə hamının xəbəri olan dəhşətli hadisəyə Qalibin saatlarla gəlməməsi inandırıcı deyildi. Axı o, Ərəstunla qapı bir qonşudur, azından öz evinə görə hadisəni eşidən kimi evə qaçmalıydı. Bəs o, niyə belə bir ifadə vermişdi və niyə hadisə yerinə gəlməmişdi? Prokuror Aydın Mahmudovun kabinetində polis rəisi və digər əməliyyat işçilərinin iştirakı ilə keçirilən növbəti müşavirədə qərar alınır ki, Qalib Cəfərov şübhəli şəxs qismində çağırılıb və dindirilsin. O çağırılan kimi yalnız filmlərdə rastlanan bir qəribə hadisə baş verir. Qalibin həbs olunduğu günün səhəri Göyçay rayonunun Yekəxana kənd sakini İbad İlyasov özü polis şöbəsinə gəlir və deyir ki, 11 il əvvəl Ərəstunu onun ən yaxın qonşusu Qalib Cəfərov özü və həmkəndliləri Fəqan Qəhrəmanovla birlikdə qətlə yetiriblər. Bəs İbad bu etirafı niyə edir? İki səbəbdən. Birincisi odur ki, o Qalibin artıq həbs olunduğunu eşitmişdi və düşünürdü ki, əgər 11 ildən sonra qatillərdən biri dəqiqliklə tapılıbsa, demək istintaqçılar işin izinə düşüblər. Nə qədər tez gedib etiraf eləsə, işi biraz yüngülləşə bilər. İkinci səbəb isə biz yalnız Dostoyevskinin Cinayət və Cəza romanından xatırlaya bilərik. İbad etiraf edir ki, bu cinayəti törətdikdən sonra daim qorxu altında yaşayıb. Adi bir polis əməkdaşını görəndə belə həyəcan keçirib. Əvvəl-axır tutulacağına əmin olduğu üçün nə günü gün, nə də gecəsi gecə olub. İndi deyəcəyimiz faktı isə eşidən hər kəs, hətta potensial qatillər belə dəhşətə gələr. Sabah törədə biləcəyi cinayətdən elə indicə uzaqlaşa bilər. Çünki İbad deyir, ya bugün, ya sabah həbs olunacağını düşünə-düşünə yaşadığı üçün evlənə də bilməyib. Düşünüb ki, yoldaşını, uşaqlarını başsız qoya bilər. Beləcə, qatillərdən biri İbad İlyasov özü gəlir, digəri Qalib Cəfərov gətirilir. Üçüncü şəxs Fəqan Qəhrəmanov isə tapılmadığı üçün onun barəsində axtarış elan olunur. Beləliklə, istintaqın çox mühüm mərhələsi başlayır. Etiraflar sübutlarla təsdiqlənməli idi. Məlum olur ki, az sonranın qatilləri Ərəstunun evinə qəsdən onu öldürmək məqsədi ilə gəliblər. Lakin orada 1952-ci ildən qalmış 6 ədəd 10 rubulluq istiqraz və 1 metal rubul silah tapırlar. Ərəstun pullarını döşəmənin altında gizlədilmiş. Onlar gətirdikləri balta ilə ev sahibini qətlə yetirirlər. Cinayətin izini itirmək məqsədi ilə meydin üzərinə və döşəməyə, divarlara özləri ilə gətirdikləri benzini tökərək evi yandırırlar. İş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə 1-ci instansiya məhkəmə kollegiyasında baxılır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94, 145 və 149-cu maddələrinə əsasən Qalib Cəfərov və İbad İlyasova şəxsi əmlakları müsadirə olunmaqla və cəzalarını ciddi rejimli koloniyada çəkməklə müvafiq olaraq 15 və 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunur. Şahsultanlı kəndində baş vermiş bu qətl hadisəsi tamamilə üzə çıxarılır. Bununla da bir daha əmin oluruq ki, bütün cinayətlər bir gün işığa çıxır. Ola bilsin, bəziləri gecikir, üstü gec açılan bütün cinayətlərdə təkcə ölən nəzlər deyil, qatil də əzab çəkir. Adam öldürüb, onu illərlə gizlətmək də elə həbs kimi bir işdir. Sizə isə cinayətdən və cinayətkarlardan uzaq qalmağı arzulayırıq. Salamat qalın.